Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bugünkü bürclər proqnozuna xoş gəlmisiniz. İndi isə gəlin günün enerjilərinin bürclərə necə təsir edəcəyini birlikdə nəzər salaq. Qoç bürcü üçün bugün enerji və motivasiya ilə dolu bir gündür. İş həyatında və ya şəxsi layihələrdə liderlik qabiliyyətinizi nümayiş etdirmək üçün əlverişli şərait yaranır. Qarşınıza çıxan imkanları dəyərləndirərkən tələsik qərarlar verməməyə çalışın. Xüsusilə maliyyə məsələlərində diqqətli olmaq vacibdir. Günün sonunda dostlarla keçiriləcək xoş vaxt əhvalınızı daha da yüksəldə bilər. Buğa bürcü üçün maliyyə mövzuları ön plana çıxır. Büdcənizi planlaşdırmaq, köhnə öhdəlikləri nizama salmaq və gələcək xərcləri nəzərdən keçirmək üçün münasib gündür. Şəxsi münasibətlərdə kiçik anlaşılmazlıqlar yaşana bilər. Sakit və anlayışlı davranmaq münasibətlərinizi daha da möhkəmləndirəcək. Eyni zamanda istirahətə də vaxt ayırmağı unutmayın. Əkizlər bürcü bugün diqqət mərkəzində olacaq. Ünsiyyət bacarığınız və cazibəniz ətrafınızdakı insanların diqqətini cəlb edəcək. Yeni ideyalarınızı bölüşmək üçün əlverişli zamandır. Sosial əlaqələriniz genişlənə və gələcəkdə önəmli rol oynayacaq yeni tanışlıqlar yarana bilər. Xərçəng bürcü üçün bugün daxili rahatlıq və düşüncə günüdür. Gələcəklə bağlı planlarınızı gözdən keçirmək və prioritetlərinizi müəyyənləşdirmək üçün yaxşı fürsət yaranır. İntuisiyanız güclənir və qərar verərkən daxili hisslərinizə güvənə bilərsiniz. Sağlamlığınıza və yuxu rejiminizə diqqət yetirməyiniz faydalı olacaq. Çir bürcü üçün sosial həyat canlanır. Yeni insanlarla tanış olmaq, komanda işlərində iştirak etmək və gələcək planlarınızı inkişaf etdirmək üçün uğurlu gündür. İş mühitində gözlənilməz dəstək ala bilərsiniz. Münasibətlərdə qarşı tərəfin fikirlərinə də yer vermək vacibdir. Qız bürcü üçün karyera sahəsində mühüm imkanlar yarana bilər. Məsuliyyətiniz artana intizam və çalışqanlığınız sayəsində uğur qazanacaqsınız. Ailə daxilində bəzi məsələlərin həlli üçün kompromisə ehtiyac yarana bilər. Sakit yanaşma sizə üstünlük qazandıracaq. Tərəzi bürcü üçün yeni biliklər və maraqlı xəbərlər günü ola bilər. Təhsil, səyahət və ya gələcək planlarla bağlı mövzularda müsbət irəliləyişlər mümkündür. Gündəlik rutinə fərqlilik qatmaq sizə motivasiya verəcək. Uzaqdan gələn xoş xəbər əhvalınızı yüksəldə bilər. Əqrəb bürcü üçün ortaq maliyyə məsələləri diqqət tələb edir. Emosional həssaslıq arta bilər, buna görə də hadisələrə daha sakit yanaşmaq tövsiyə olunur. Dürüst və açıq ünsiyyət münasibətlərdə yaranan çətinliklərin həllinə kömək edəcək. Ox atan bürcü üçün münasibətlər ön plana çıxır. İstər şəxsi, istərsə də iş ortaqlıqları ilə bağlı məsələlərdə qarşılıqlı anlaşma uğurun açarı olacaq. Subay ox atanlar üçün yeni və ciddi münasibətin başlanğıcı mümkündür. Qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmaq vacibdir. Oğlaq bürcü bugün iş və sağlamlıq mövzularına diqqət ayırmalıdır. Yarımçıq qalmış işləri tamamlamaq üçün əlverişli zamandır. Özünüzü həddindən artıq yükləməməyə çalışın. Sağlam həyat tərzinə keçid etmək və ya yeni idman proqramına başlamaq üçün yaxşı gündür. Dolça bürcü üçün yaradıcılıq və əyləncə dolu bir gündür. Sevdiyiniz fəaliyyətlərlə məşğul olmaq, hobilərinizə vaxt ayırmaq və həyatın gözəl anlarından zövq almaq üçün imkanlar yaranır. Uğurlu təsadüflər və xoş sürprizlər gününüzü daha maraqlı edə bilər. Balıqlar bürcü üçün ailə və ev məsələləri ön plana çıxır. Yaxınlarınızla vaxt keçirmək, ev işləri ilə məşğul olmaq və rahat mühit yaratmaq sizə daxili rahatlıq bəxş edəcək. Keçmiş xatirələr yada düşə bilər. Lakin diqqətinizi müsbət düşüncələrə yönəltmək gününüzün daha xoş keçməsinə kömək edəcək. Beləliklə, bugünkü bürclər proqnozu bu şəkildə idi. Unutmayın ki, hər yeni gün yeni imkanlar və yeni başlanğıclar gətirir. Gününüz uğurlu, məhsuldar və xoş keçsin. Növbəti proqnozlarda yenidən görüşmək ümidi ilə